Salam və Royal Perspectives Media'ya yenidən xoş gəlmisiniz. Mən Yusifəm və bugün bizə qoşulduğunuz üçün çox sağlam. İsa bizə xatırladır ki, onun nuru heç vaxt gizlədilmək üçün nəzərdə tutulmayıb. Məsihin davamçıları olaraq biz onun həqiqətinin, sevgisinin və izzətinin həyatımız vasitəsilə parlamasına cahilmişik. Çox vaxt qaranlıq görünə bilən bir dünyada Allah hər birimizdən başqalarını ona tərəf yönəldən bir nur kimi istifadə etmək istəyir. Bugün biz Mark 4-ün 21-23-dəki İsa'nın sözlərini oxumaqla başlayacağıq və sonra Allahın nurunun bizdən parlaması üçün birlikdə dua edəcəyik. Mark 4-ün 21-dən 23-ə. O onlara dedi: "Çıraqı qabın və ya çarpayının altına qoymaq üçün gətirirsiniz, əksinə onu çıraqdayının üstünə qoymursunuzmu? Çünki gizli olan hər şey askar edilmək, ortulu olan hər şey isə üzə çıxarılmaq üçündür. Kimin eşitməyə qulağı varsa, qoy eşitsin." İsa, sənin uzun parlayıb nur saçmağı arzulayıram. Sənin şəhadətini, isini və izzətini işıqlandırmağı arzulayıram. Kim olduğunun gözəlliyini mənim vasitəmlə aşkar et. İnsanları sənin nuruna cəlb et. Sənə izzət vermək mənim sevincimdir. Buna görə də bunu sənin adının gücü ilə et. Amin. İçimizdəki Məsih nurunun görünməli olduğuna dair necə də gözəl bir xatırlatmadır. Biz insanlar bizi fərq etsinlər deyə parlamırıq. Biz parlayırıq ki, həyatımız vasitəsilə onlar onu görə bilsinlər. Dua edirəm ki, Allah bu gün səndən istifadə edərək öz həqiqətini, sevgisini və ümidini başqasının həyatına gətirsin. Qoy sözlərin, hərəkətlərin və sahidliyin insanları İsa'nın nuruna tərəf yönəltsin. Əgər bu dua bugün səni ruhlandırdısa, onu bu xatırlatmanı ehtiyacı ola biləcək biri ilə paylaş və Allaha daha yaxın olmağına kömək edəcək daha çox dualar, ruhlandırıcı fikirlər və müqəddəs kitab düşüncələri üçün Royal Perspectives Media'ya abunə olmağı unutma. Növbəti görüşədək onun nurunu saçmağa davam et.